Bugün Azərbaycan əhalisinin 99% uşaq pulu istəyir. Bu sahədə müəyyən müsbət siqanlar var. Bunu Modern Azay müsahibəsində Milli Məclisin deputatı Razi Nurullayev bildirib. Deputatın sözlərinə görə artıq Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi ilə ümumi razılığa gəlinib və qısa müddətdən sonra 3 uşaqlı ailələrə uşaq pulunun verilməsinə başlanılacaq. O əlavə edib ki, prosesin bu il və ya gələn ildən başlayacağı proqnozlaşdırılır. 3 uşaqlı ailələrə uşaq pulunun verilməsi həm Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsi səviyyəsində, həm də Sahil Babayevin Əmək və Əhalinin Sosial Müdafiəsi naziri olduğu müddətdə müzakirə edilib. Hazırki yeni nazirlə də bu sahədə müzakirələr gedir, deputat qeyd edib. Razi Nurullayev 3 uşaqlı ailələrə uşaq pulunun verilməsinin əhəmiyyətindən də danışıb. Ölkədə 3 uşaqlı ailələrə uşaq pulunun verilməsi təmin ediləcək, çünki araşdırmalar da göstərir ki, 2016-cı ildən etibarən Azərbaycanda doğulan uşaqların sayında ciddi azalma müşahidə edilir. Eyni zamanda 2022-ci ildən etibarən hər il 25-30 mindən daha az uşaq doğulub. Bu da o deməkdir ki, bir neçə ildən sonra birinci sinifə gedən uşaqların sayında belə ciddi azalma görəcəyik. Deputat sonda onu da bildirib ki, uşaqların sayının azalması ölkənin demoqrafik problem mövzusuya qoya bilər. Bunun üçün də ailələrin uşaq dünyaya gətirməsinə marağı artırmaq və problemin qarşısını əvvəlcədən almaq lazımdır. Əlavə edək ki, Azərbaycan qanunvericiliyində 6 və daha çox uşağı olan ailələr çoxuşaqlı ailə hesab edilir. Bir müddət əvvəl parlamentdə çoxuşaqlı ailə anlayışının dəyişdirilməsi təklif edilib. Belə ki, 3-dən çox uşağı olan ailələrin çoxuşaqlı ailə hesab edilməsi təklif edilir. Hazırda ölkəmizdə 5-dən çox uşağı olan qadınlara dövlət tərəfindən aylıq hər uşağa görə 105 manat məbləğində müavinət verilir. Bu o deməkdir ki, məsələn, ailədə 18 yaşına çatmamış 6 uşaq varsa, həmin ailəyə aylıq 6-3 manat müavinət ödənilməlidir. Son 5-ində bu müavinətin məbləği 3-5 dəfə artırılıb. 2024-cü il 1 yanvar tarifinə 5-dən çox uşağı olan 2-6 min qadına 1-5 min uşaq üçün sosial müavinət ödənilir. Çoxuşaqlı ailələrə sosial dəstək verilməsinin səbəbləri müxtəlifdir. Ekspertlər deyir ki, əhalinin azalması cəmiyyətdə sosial sabitliyə və iqtisadi inkişafa xələl gətirir. Ona görə də dövlət çoxuşaqlı ailələrə dəstək verir. Əsas hədəf doğum nisbətinin artırılmasıdır və bunun üçün əhali dəstək paketləri ilə daha çox uşaq dünyaya gətirməyə təşviq olunur.